Salam müəllimlər birliyi tədris mərkəzi Rəfət müəllim. Belə bir faiz ayrılan məsələyə baxaq. Malın 7-də 2 hissəsi 60% qazancla, 7-də 4 hissəsi isə 10% ziyanla satılmışdır. Qalan mal necə satılmalıdır ki, bütün satışdan 25% qazanc əldə edilir? 7-də 2 hissəsi 60% xeyirli. Deməli 7-də 2 hissəsini biz vuracaq 60%-ə müsbət olduğu üçün. Üstə gələcək. 7-də 4 hissəni vuracaq nəyə? Mənfi 10%. Ziyanla satılır. Plus 7-də 2 ilə 7-də 4-ün cəmi 7-də 6 edir. Birdən də 7-də 6 çıxanda malın 7-də 1 hissəsi qalır. Bunu vuracaq x-a bərabərləşdirəcək 25%. Burada 7-də 120 üstə gələk. 7-də mənfi 40 üstə 7-də 1x bərabər olacaq 25-i. Ortaq məxrəc 7, 120 üstə gələk mənfi 40 plus x bərabər 25 alınır. Burada 80 plus x bölünsün 7 bərabər 25-e. 80 plus x bərabər edir bizdən 175'e, x bərabər edir 95'e. Yəni aldığımız ədəd 95-dir, müsbətdir. Müsbət olduğu üçün 95% deməklə satmalıyıq, qazancla satmalıyıq.